Belə bir məsəl var. Ağıllı fikirləşənə qədər dəli vurdu, çayı keçdi. Gəlin bunu birlikdə izah edək. Bəzən elə olur ki, ağlımıza hansı bir fikir gəlir, bir ideya gəlir. Biz onu hərq edirik və başlayırıq ki, aha, yaxşı ideyadır, nəsə etmək olar. Düşünürük, analiz edirik və bir müddət sonra hansısa fikirlər, hansısa qorxular, inanclar bizə deyir ki, yox, bunu reallaşdırmaq çətindir, bu o qədər də asan deyil, bu sənlik deyil və biz bunu bir kənara qoyuruq. Amma halbuki ola bilər ki, biz bu ideyanı kimlənsə paylaşmışıqsa, adi bir söhbət əsnasında bu fikri demişiksə, bir müddət sonra ideyamızın başqasının reallaşdırdığını görə bilərik. Və onda da deyirik ki, aha, bunu mən düşünmüşdüm, amma etmədim, yəni başqası etdi. Və tam da bu ideya ilə bağlı nə isə etmək zamanı gələndə beynimizə başqa fikirlər gəlir ki, bu çox çətindir, bunu edə bilməyəcəksən, bu sənlik deyil və maneələr, məhdudiyyətlər gəlir ağlımıza və biz nə edirik? Həmin ideyanı uzaqlaşdırırıq, amma yenə də o tamamlanmamış kimi beynimizdə qalır və bir müddət yəni bizi tərk etmir. Hətta reallaşdırana qədər deyərdim ki, bizi tərk etmir. Amma baxmışsınız ki, onu kimlərsə reallaşdırıb. Hətta eynisini, yəni mənim özümdə də olub ki, ağlıma hansı ideya gəlib, yəni onu mən edənə qədər artıq onun başqasının reallaşdırdığını görmüşəm. Amma fikirləşməyimiz lazımdır ki, hər kəs öz bacarığından, hər kəs öz bilgisindən yola çıxır. Yəni heç kimi, hər nə qədər düzdür, eynisi ola bilər. Bəzən deyirik ki, kopyalayır kimsə, kiminsə fikrini. Amma hərənin bilgi götürmək qabiliyyəti, hərənin hansısa bir işi etmək qabiliyyəti, göstərmək, təqdim etmək qabiliyyəti hər zaman fərqli olur. Ümumiyyətlə bu ideyalar bizə niyə gəlir, necə gəlir? Bəzən nəyəsə baxırıq, nə isə görürük, eşidirik. Ya bu formada, yəni ki, bizim ağlımıza gəlir, amma əslində biz onu tam da lazım olan zamanda eşidirik və yaxud da görürük. Çünki ola bilər ki, hər hansısa bir sıxıntımız olur, hər hansısa bir fikrimiz olur ki, biz bu işdən necə çıxaq və yaxud da biz nə etməliyik, özümüz barəsində özümü necə reallaşdırım və həmin anda biz bu mesajları deyək ki, əslində bu ideyalar bizə yaradan tərəfindən ötürülən bir mesajlardır, bizim ağlımıza gəlir və yaxud da biz onu hardasa görürük, bir işarə kimi. Əgər zamanında istifadə ediriksə, zamanında fərq ediriksə, bunu görürük və reallaşdıra biliriksə, təbii ki, bu bizim uğurumuza çevrilir. Amma əgər biz bayaq dediyim kimi düşünürük, analiz edirik, yox edə bilmərəm deyiriksə, təbii ki, burada da yenə özümüzə haqsızlıq edirik və şikayət etməyə də haqqımız yoxdur ki, istədiyimiz bir şeyi bizə göstərdilər. Təsəvvür edin ki, acıq, qarşımıza yemək qoyurlar, amma biz onu yeməyi istəmirik. Yeməyə qorxuruq və yaxud da yeməyi xoşlamırıq, nəsə bir maneələr hiss edirik o yeməyə qarşı. Ona görə də yəni ideyalar da belədir ki, əgər ağla gəldisə, ən yaxşı şəkildə onu reallaşdırmağımız lazımdır. Əgər uğurlu ola biləcəksə, əgər yaxşı alınacaqsa, bu bizim təbii ki, müsbət halımızdır. Əgər sınadıq, nəyisə bir faydasını görmədik və yaxud da nəsə ürəyimiz olmadısa, bu da bizə təcrübə kimi qalacaq. Bəzi adamlar da var ki, onlarda ideya bazası olmur.
Onlar daim başqalarını gəzirlər ki, görüm kimdə nə varsa onu götürüm, reallaşdırım. Bu onların zəif tərəfləridir. O barədə ki, insanlar var ki, kreativ düşüncəlidirlər. Hər bir işdə öz fərqliliyini ortaya qoyurlar. Digərləri isə hər nə qədər çalışsalar da ki, o insan kimi olsunlar, təbii ki, onu edə bilmirlər. Yəni, hər dəfə sizi kopyalamaq istəyəndə sizin ideyanızı götürüb, biraz düzəliş edib özününki kimi paylaşa bilir. Amma əgər insan yaradıcı düşüncədədirsə, onun ideyası heç vaxt bitmir. O çünki yeniliyə açıqdır, yeniliyə fokusludur. Və bunların da hamısında əslində insanlara yaradandan verilən bir bacarıq, bir istedaddır ki, bunu sonradan qazanmaq olmur, sonradan əldə etmək olmur. Əslində ola bilər. Hər bir şeydə ola bilər. Biz gedərik, müəyyən məşğul ola bilərik. Yəni ki, nələrləsə. Amma biri də var ki, genetik olaraq. Yəni heç bir əziyyət çəkmədən anidən düşünürsən və o sənə nə isə etmək istəyirsən və onu çox fərqli formada insanlara çatdırırsan. Bəziləri də var ki, bunun üçün çox düşünür, çox araşdırır. Yəni, fərqlərimiz odur. Güclü tərəfim mənim budursa, səninki odur. Yəni, sən məndən götürə bilərsən, sən məndən kopyalaya bilərsən. Amma tam da mənim kimi edə bilməyəcəksən. Bu, 100% belədir. Ola bilər ki, kimsə sizin bu ideyanızı dəstəkləməyə bilər. Hətta qeyri-ciddi yanaşa bilər, gülər, uyğun deyil, uğurlu olmayacaq deyə bilər. Amma tək də qala bilərsiniz, yəni bu yolda. Ən yaxınlarınızdan tutmuş, tanışlarınıza, dostlarınıza qədər. Amma bu sizin onu etməməyiniz üçün bir bəhanə olmamalıdır. Çünki yaradan bizi o ideyanı nə qədər çox istədiyimizi, nə qədər onu reallaşdırmaq istədiyimizi və yaxud da hər hansısa bir çətinlikdən necə çıxa biləcəyimiz barədə bizi sınaya bilər. Görüm bu insan nə qədər iddialıdır, nə qədər istəklərini həyata keçirmək, yəni arzusu bunda nə qədər güclüdür. Ona görə də əgər o ideya artıq sizin ağlınıza gəlib, bir hissiyatınızla, bir enerji halında sizə onu reallaşdırmaq üçün işarələr gəlirsə, məncə onu sınamağa dəyər. İdeyalar əslində bizim özümüzü reallaşdırmağımız üçündür. Əgər mənə güclü tərəf kimi yaradıcı düşünmək, düşüncə, ideyalara yenilik gətirməkdirsə, mən bunu vaxtında reallaşdırmıramsa, başqasının zəif tərəfi olan həmin bu xüsusiyyətlərlə o gedəcək, çətinliklə də ola bilər və yaxud da yəni bir yolunu tapa bilər. Bu o deməkdir ki, o artıq özünü reallaşdırır, sən isə kənardan ona baxmaqla məşğulsan. Onun üçün də özümüzdə olan güclü tərəfimizi tez bir zamanda aşkar edib, ona yönəlib, öz bacarığımızla önə çıxmağımız lazımdır. Adamlar var ki, onu reallaşdırmaq üçün yetərli qədər bilgiyə malik deyirlər, məlumatları yoxdur. Amma bu işi etmək marağındadırlar, həvəsindədirlər. Hansı ki, digəri daha çox ondan bilgilidir, daha çox məlumatı var. Amma buna baxmayaraq o nə hiss etmirsə, artıq bu onun öz daxilin olan qüvvəni, özünə olan inamı ilə bağlıdır. Nəfər arasında eyni ideyanı reallaşdırmağa versələr, deyərik ki, kim onu daha yaxşı, daha tez reallaşdıracaq, hansı ki, onun bilgisi çoxdur, təcrübəsi çoxdur və yaxud da maddi üstünlüyü var. Amma insanların nə isə həyata keçirməyində əsas rol bəncə qərarlılığıdır. Yəni qərar verəndən sonra artıq ona doğru yollar axtaracaq ki, mən onu necə reallaşdıra bilərəm. Əmin olun ki, o yollar açılır, o yollar tapılır. Sadəcə
qərar vermək. Yəni o maneəni görəndə, o inancı, o qorxunu görəndə geri çəkilirik, yoxsa buna baxmayaraq irəli gedib onu reallaşdırırıq. Məncə uğurlu insanların əsas uğurunun sirri də burdadır.